Hey Leute, yeni videoma hoş gelmişsiniz. Bugün videomu öz evimdən çəkirəm. Çünki bugün finger food hazırlayacağıq. Deməli, sabah məktəbdə səhər yeməyi eləcək, siniflə birlikdə son gün olduğu üçün və hərəmiz də bir şey gətirəcəyik. Mən də pomidor, mozzarella salat eləyəcəm. Caprese salat deyirlər. 100% eşitmişsiniz, balzamiko ilə bir yerdə. Və başqa bir şey eləyəcəm. Çünki dünən videoda gördüm. Mini kruasan sandviçlər eləyirdilər. Mən də hər şey aldım. Bugün onu eləmək istəyirəm. Çox şirin olacaq. Məncə bir fərqlilik olar. Çünki hər dəfə hər kəs eyni şeyi gətirir. Bu dəfə də başqa bir şey olsun. Çox mini qəşəng olacaq. Ümid edirəm ki, təsvir elədim. Nəysə, beynimə düşündüyüm kimi olar. İndi isə alışveriş eləmişəm. Yenə yadımdan çıxıb sizə özümlə aparmaq. Gələn dəfə ümid edirəm. Çünki hər dəfə video çəkəndə deyirəm ki, sizi də aparacağım özümlə bir yerdə, amma yadımdan çıxır. Nəysə, mən alışverişimi elədim. Zaten kiçik alışveriş eləmişəm. Onu mən yerləşdirim. Daha doğrusu birlikdə yerləşdirək. Bəlkə sizə də göstərərəm, maraqlı olar. Hər şeyində qiymətini deməsəm də, ümumi qiyməti deyə bilərəm. Özümə də gül aldım. Həmişə özümə gül alıram. Evimə gül qoyuram. Hal-hazırda güllərim heç yaxşı vəziyyətdə deyil. Suları da bitib. Bunları dəyişəcəm, amma daha sonra. Və mən nə almışam? Mini mozzarella pendiri 2 dənə. Çünki çatmaz birdən. Minicikdir. Çünki deməli, bir dənə pendir. Bunu məncə yaxını gətirim. Bir dənə pendir almışam belə. Çünki başqa bir ideyam da var. Təkcə bir şey eləmək istəmirəm. Fərqli bir şey eləmək istəyirəm. Mən görürsünüz. Belə hazır qat-qat xəmir almışam. 99 sent idi məncə. Təxmini 2 manat. Ondan 4 dənə almışam. Birdən çatmaz deyə. Mən həmişə alanda hər şey bol alıram. Birdən çatmaz. Bir dənə petruşka, cəfəri. Bilirəm. Bir dənə ağ reyhan deyirlər. Bazilikum. Belə labne pendiri deyirlər məncə Azərbaycanda. Frischkäse. Daha sonra nə almışam? Belə kalbasa 100% mal ətidir. 100% mal ətidir. Belə pendir almışam sandviçlərin içinə qoymağa. Sonra belə pizza kəsən gördüm. Lazım olar. Məncə bugün də istifadə edə bilərəm. Belə mini pomidorlar almışam. 2 dənə bəs eləməzsə deyə. Mini xiyarlar almışam. Ondan başqa bir şey eləmək fikrim var. Onu da göstərəcəm sizə. Mini finger food eləyəcəm. Belə çöplər bunlara keçiriləcəm. İnşallah istədiyim kimi, təsəvvür elədiyim kimi alınır. Burada bu üstünə yazıb ki, pomidor, mozzarella duzu. Tərkibində nə var? Duz, ağ reyhan, cəfəri, oregano, bu bilmirəm Azərbaycanca nədir? Sarımsaq, tümyan bilmirəm Azərbaycancası, raps öldəki duru yağdır. Bir dənə belə pomidor almışam evdə özüm üçün yeməyə. Stevia bu mənə bugün lazım deyil, amma mən şəkər istifadə eləmirəm. Bu təbii şəkərdir. Şəkər istifadə eləsəm belə bundan istifadə edirəm. Bunlar stik halındadır. Belə stik halındadır. Yaxşı porsiyonlamaq olar. Kalorisi də yoxdur. İstifadə edirəm. Bu balzamiko kremdir. Həmin o pomidor, mozzarella salatının üzərinə tökməyə. Yeni bir su aldım. Mən su içirəm. Suyu çox sevirəm. Və hər bir suyun öz dadı var. Fərqli dadları var. Bu dəfə bunu yoxlamaq istədim. Biraz bahaydı. Həmişə gələndə görürdüm. Dedim, bir dənəsini alım, ən azından yoxlayacağım. Və nə qaldı? Belə nədir bunun adı? Citronu. Limon aldım.
lazım olur çünkü. Və bitdi, boşdur. Onlar hamısı nə qədər tutub. Mən proqramdan alıram deyə alış-veriş eləyəndə elə bir ki mənə gəlir proqrama. Tek proqrama gəlir. Təxmini 45 avro falan vermişəm bu qədər alış-verişə. Bilmirəm. Mən də çoxdur çünki hər şey bahalaşıb. İndi sizə yenidən göstərərəm. Görün bu 45 avroya Azərbaycan pulundan 90 manata dəyər alış-veriş. Bu mənim alış-verişimdir. Bunu bura qoymuşam çünki mənim iş yerim Kuxnan balacadır. Ona görə telefonu biraz hündürə qoyanda mənim üzüm görsənmir. Aşağı qoyanda mənim üzüm görsənmir. Bunun üstünə qoymuşam. Mənə dəstək olur. Belə bu qədər alış-veriş 90 manat. Ümid edirəm məni görürsünüz. Kuxnamda yer çox balacadır. İşləmək üçün yer çox balacadır. Ona görə telefonu biraz uzağa qoydum ki, ən azından mənim nə elədiyimi görəsiniz. Yığışdırdım hər şeyi, özümə lazım onları saxladım. Bunlar. Birinci pomidorları yuyacağım. Və bu balzamikonu sabah aparacağım deyə bunu dərsə. Balzamikonu sabah tökəcəm ki, pomidorun suyu çıxmasın. Burada biraz suyu çıxır, o yaxşı olmur. Yağıdır, odur, onu sabah tökəcəm. Belə hər şey hazırladım burada, yudum, quruladım. Bunlar mini mozzarellar. Belə plastik boksda aparacağım. Çünki gönül istərdi ki, şüşə qabda, gözəl bir qabda olsun. Amma onun transportu biraz çətin olacaq deyə plastik boks seçdim. Mamam qablarını axtararkən mən, bu qab mamamındır və bir çox qablar mamamındır, plastik. Onları gətirmişəm özümdən. Yemək qoyulub içinə falan filan. Ona görə mama keçən dəfə qablarını axtarır və mən gəlib evə baxıram ki, məndə nə qədər qab var. Ümid edirəm ki, gələn dəfə gedəndə yadımdan çıxmaz, bunları bu qablara apararam. Mozzarella'ların suyunu boşaltdım. Baxın, çox minidir, çox şirindir. İndi isə başlayaq düzməyə. Bu çöplərin daha uzunu da var idi. Amma məncə minik belə daha qəşəng olacaq. Ümid edirəm. Çox şirin olmadı. İndi nəyi unutmuşam? Daha doğrusu unutmamışam. Belə. Çox şirin oldu, baxın. Belə. Sadəcə bu. Halı belə oldu. Belə şirin bir şeylər. Üzərinə zeytun yağı, balzamik krem və belə duz var, sizə göstərmişdim. Mozzarella, pomidor duzu. Bunu üzərinə sabah əlavə edəcəm, çünki indidən əlavə eləsəm su salar. Növbəti belə bir ideyam var. Bunlar balaca xiyarlardır, baxın. Barmağım boyda. Bunları da ağ pendirlə, bu bildiyimiz sarı ağ pendirlə yenə çöplərə düzməkdir. Ümid edirəm ki, sabaha qədər suyu çıxmaz. Pendirin mümkün qədər suyunu aldım. Yenə bunu plastik boksda aparacağım. Mamamın da. Burada mamama salam. Doğradım, belə hazırladım. İndi bayaqki kimi düzəcəm bu çöplərə. Görə necə alınır. Düzməyə başlayıram. Ay, ümid edirəm çox qəşəng olur. Pendir dağılır. Olamaz. Bəlkə belə düzsəm dağılmaz. Ya pendiri balaca eləsəm. Yoxluyum. Belə, çox şirindir. Bu da son halı. Belə qırılırdılar. Biraz çətin oldu eləmək. Amma necəsə elədim. Dediyim kimi çox eləmədim. Yaxşı ki, çox eləməmişəm. Çünki pendirlər qırılırdı. Ümid edirəm sabaha heç bir problemsiz gedib çatar.
Hal-hazırda belə görsəniz, göndərirəm airfryerə. Mənim sobam yoxdur, ona görə hər şeyi airfryerdə bişirirəm. Bu üstünə küncüt və qara çörək otu səpdim. Əvvəl elə bilirdim bu sadəcə görünüş üçündür, amma təkcə görünüş üçün deyil, həm də dad üçündür. Bunlar çox gözəl dad verir. Belə ağza küncütün, qara çörək otun dadı gələndə. Bunlara baxın, bir dənə çox şirin görsənmirlər. Çox minik, çox şirindilər, çox qəşəng alındılar. Deməli dostlar, planımda biraz dəyişiklik oldu. Bu qat-qat xəmirlərin hamısını kruasan eləməyəcəm. Başqa bir ideya gəldi ağlıma. İndi onu sizə göstərəcəm. Hal-hazırda içliyini hazırlayıram. İçinə gedir tuna balığı, bu labne pendiri, bir dənə də soğan. Daha doğrusu yarım soğan. Çünki çox eləməyəcəm. Mən onu hazırlayayım, göstərəcəm sizə. Bunları belə hazırladım. Bayaq gördünüz ki, bir tuna balığı ilə bir içlik hazırladım. Bunu da belə kəsdim, belə oldu. Birincisini kəsmişəm, belə içinə qoyacağım sabah. Və tamam başqa bir şey də eləyəcəm. Belə balaca börəklər eləyirəm. Bir loxmalıq. İçi belədir. Pendirdir, ağ pendirdir, Holland pendiridir. Biraz da cəfəri qatmışam. Onların üzerine yağ çəkib bişirəcəm. Bunlar son halı budur. Bunlar balaca böreklərdir. Sizə göstərdim. İçində pendir var. Bunların için sabah dolduracağım. Hazırladım içliyini. Bunların için sabah dolduracağım. Demişəm sizə. Belə. Bunlar burada qalsın. Bunlar hazır deyirlər. Bəziləri hətta bişir. O balaca böreklərin. Və içliklərini dolduracağım dediyim kimi. Sabah tezdən durub onları eləyəcəm. Çünki indidən eləsəm içlikləri xarab ola bilər sabaha. Bu da biraz pis olar. Mənim əziyyətim hamısı boşa getmiş olar. Biraz yoruldum. Bugünlük sağollaşıram sizdən. Sabah inşallah ki göstərəcəm son hallarını sizə. Növbəti gündən hər kəsə salam. Bugün oyandım, mən hazırlaşdım artıq və dünən sizə söz verdiyim kimi bu kruasanı içini dolduracağım. Təxmini olaraq yarım saat vaxtım var. Ona görə biraz tələsəcəm. Dağıdıb tökürəm hər yeri. Dünən hazırladığım tuna balıqlı içlik. Dolduracağım. Sizə göstərməyi unuttum. Belə. Mən bunların hamısını tez-tez eləyib gəlirəm. Keçdim kruasanlara. Kruasanları belə ortadan böldüm. İçini doldurup gəlirəm. Belə bir şey oldu. Mənim gözlədiyimdən də vaxt aparan imiş, amma hamısını tez-tez eləyib yedirəm çünki gecikirəm. Bu sandviçlərimi son aldım. Məncə çox qəşəng oldular, çox şirin oldular. Belə. Bunlar böreklərdir. Bunlar için tuna balığı ilə doldurduğum belə bir şeylər. Bunları dünən hazırladım. Bunları mən dünən dəyişdim. Burada xiyar vardı. Xiyarı çıxardım. Yerinə zeytun qoydum. Məncə belə daha gözəl görsənir. Bunun da sosunu məktəbdə vuracağım ki, məktəbə gedənə qədər su salmasın. Məncə çox qəşəng oldu. Mən hər şeyimi hazırladım. Artıq maşındayım. Gedirəm. Ümid edirəm hamı bəyənər. Videoma buraya qədər baxdığınız üçün təşəkkür edirəm. Kanalıma abunə olmağı və like qoymağı unutmayın. Gələcək videolarda görüşənədək. Tschüss.